The Browns, Brownlar ailəsi. There are large and small families. Böyük və kiçik ailələr var. The Browns are not very large family. Brownlar ailəsi çox da böyük ailə deyil. There are 5 persons in their family. Onların ailəsində 5 nəfər var. They are, onlar, Mr. Brown, Mrs. Brown, their son Bill, and their two daughters, Betty and Judy. Onlar cənab Brown, xanım Brown, onların oğlu Bill və 2 qızı Betty və Judy. The Browns are from England. Brownlar ailəsi İngiltərədəndirlər. They live in London. Onlar Londonda yaşayırlar. Mr. Brown is a teacher. Mr. Brown, cənab Brown müəllimdir. Mrs. Brown is Mrs. Brown's wife. Xanım Brown, cənab Brown'un həyat yoldaşıdır. She doesn't work. O işləmir. Bill is 9. Bill'in 9 yaşı var. And his sisters are 8 and 7. Onun bacılarının 8 və 7 yaşları var. All of them are students. Onların hamısı şagirdirlər. They have got a grandfather and a grandmother. Onların babası və nənəsi var. Their grandparents live in the country. Onların babası və nənəsi kənddə yaşayırlar. The children also have got an uncle. Uşaqların həmçinin əmiləri var. But they haven't got an aunt or cousins. Onların xalaları, bibiləri və əmi oğlanları və yaxud əmi qızları yoxdur. The Browns are very friendly family. Brownlar ailəsi çox dostsevər ailədir.